Salamlar, sayğılar, əziz dostlar. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla xidmətinizdeyiz. Bu proqram həsr olunur dostlar. İranda baş verən məsələlərə, İranda nə baş veribdi, İranda son olaylar ki və hadisələr ki baş veribdi, onlar haqqında fikrimizi və məxsusən orada o Cavid Şah getmək, ondan sonra o şahın nəm oğlu orada elan vermək filan behman hansı bölgələrdə çox olubdu, hansı yerlərdə bunların artıq bunlardan himayət olunub, onu danışacağıq. Siz bilirsiniz ki, dostlar, İranda baş verən olaylar Fars bölgələrində çox belə Cavid Şah vurulubdu və Cavid Şahın deyilən yerlər müşəxəs bir coğrafiyada olubdu. Biz bunu danmırıq. Bu qabiliyyət inkar deyil. Amma Bəluçistan, Kürdistan, Azərbaycan, Türkmən Səhra bu bölgələrdə əslən şahın oğlunun tərəfdarı yoxdur, yox. Bəlkə heç şayət barmaq sanı faizlər o cəmiyyətdən cat veribdir. Çünki İranda baş verən tarixi hadisələr hələ unudulmayıbdır. 21 Azər Təbrizdə, Türkmən Səhrada 1320-ci ildə Hitlerdən Rza Şahın alıb bir dövlət, bir millət projesini həyata keçirtmək və orada milləti qətliam eləməkdə Türkmən Səhrada ya Bəluçistanda Dadişahı sərkub eləmək, ondan sonra ərəblərdə Şeyx Xəzəli və həmçinin çoxlu yerlərdə qanlı hadisələr hələ unudulmayıb. Kürdlərin özürlərini Vərəhram, Timsar Vərəhram gedib onları nə cür qətlam elədi, hamının gözünün qarşısındadır. Bu hadisələr millətin o hafizəsindən unudulmayıbdır. Onun üçün Şahın oğluna və Rza Pəhləviyə nə tənha səmpatlıq eləmirlər, bəlkə bəzi televiziyalar, bəzi radiolar, Mənoto kimi, ondan sonra international kimi bunlar lidersazlıq eləyirlər və bunlar istəyirlər bir dənə fiqur siyasi kimi Rza Pəhləvini gətirərlər, qoyarlar bizə və bizə qalib eləyərlər. Bir günləri elə bir dənə qonaq dəvət eləmişik. İmran bəy xoş gəlibsiniz. Sağ olun ki, bizim dəvətimizi qəbul edibsiniz. Xahiş edirəm özünüzdən bir bioqrafiya verin. Ondan sonra sözümüzə idamə verək. Sağ olun. Çox təşəkkür edirəm. Bütün millətimizə və eşidənlərimizə hamısına səlamlar olsun və bütün o insanlar ki, canların əldən veriblər, olan xanavadələrinə təsliyyət deyək və baş sağlığı deyək. Çünki bizim millətimizdilər və hamımızın qəmimiz sayılır olar. Hamısına baş sağlığı deyirəm və ümidim var ki, bu qanlar İranın demokrasisinə və millətlərin qurtuluşuna səbəb olsun və bunlar bizim dərvağa azadlıq və demokrasi yolunda verdiyimiz şəhidlər olsun və bütün ailələrə baş sağlığı deyirəm. Mən Omran Qadiriyəm. Şu anda Londonda yaşayıram və təxəssüsüm də Bərnamızi şəhridir. İranda da elə Bərnamızi şəhri və coğrafiya, GIS, GPS bu sistemlərdə işləyərdim bir mütəxəssis olaraq da. Fərqli sazmanlarda işlədim da və bu gün də İngilistanda da elə gene öz dərvağı Hitəmdə burada gəldim, Bərnamızi məskəni oxudum və Bərnamızi məskəndə də bugün social housing deyirlər. Yəni məskənha ictimai sistemindəki şəhərdarıya bağlı olan bir sistemlərdə onlarda çalışıram və bu gün də xidmətinizdə varam. Evet, gözəl bir mövzu işarə, bu gün elan gözəl bir mövzudur, amma mən başqa bir konu ilə, başqa bir baxışla baxıram bu məsələyə ki, bu gün İranda belə təzahüratlar var və bu qədər etirazlar var iqtisadın vəziyyətinə, demokrasinin olmasına, hüquq bəşərin olmasına, dünyada irtibatları kəsilmək, tərimlər nədən bu gün Pəhləvi mətrah olur və nədən? Bunu mən çox axtarıram, tapam, özümdə ən az özümü qane eləyəm ki, bu gün nədən Pəhləvi mətrah olur? Mən fikir edirəm, mən aylarca da burada dostlarımla danışdığımızda, orada dedim ya, Pəhləvi bir dənə rejimi Cumhur İslami projesidir.
Pəhləvi ki, eləyə bilməz opozisiyonları yığa bir yerə, eləyə bilməz millətin hamısını yığa bir yerə. Son təfəkkürü faşistləri və nazistləri ki vardı, yetişməmiş hamını edam eləyirlər və fəqət özlərini düşünürlər. Fəqət bizim düşüncə və bizim millət. Yəni qeyri bunların dərva müşavirləri və bunların adamları da gördünüz dedilər. Bizim heç etiqadımız yoxdur zəbanı madəri, etiqadımız yoxdur Ana dilinə qovmiyyətlərə, də, ana etiqadımız dilimiz. yoxdur qeyri Farsa və qeyri-İraniyə. Yəni bunlar hər şeyi İran və Farsda görürlər. Yəni tamam hər şeyi mütəmərkəz edirlər İran və Farsa və bu mütəəssifanə İranda bugün şuuri siyasi iki millətay qeyri-Farsın arasında rol tapıbdır və gün gedir qabağa və əgər vaqəən bir dənə mənim baxışımda vaqəən o insanlar ki bugün və İranı sevirlər və tamamiyyət ərzi İranı sevirlər, gərək gedərlər millət hayı qeyri-Farsın həqlərini verməyə, onları qulaq asmağa və onları icra eləməyə. Nəinki fəqət hərf olsun, söz olsun, eşyağın sudan keçəndən sonra tanımıram sözü. Yox, bu şəkildə deyil. Bugün millət hayı qeyri-Farsın şuuru gedib yuxarıya, dövlət mərkəzinin o qədər qüdrəti yoxdur da bunlara artıq iqna eləyə və sərkub eləyə. Şayət bu mən fikir edirəm ki, bu rejim Cumhuriyet İslaminin son sərkub ola bilər. Bundan sonra da bu şəkildə eləyə bilməyəcək sərkub eləyə və ümidim var ki, bu sərkublar, bu vəziyyət gedə bir demokratik sistemə. Əgər qərar olur ki, bugün istiqlal olaq, istiqlala gedə. Əgər qərar olur ki, İranda bir sistem demokratikdə gərək gedə ədalət və توزیع adlanan servət bir sistemdə ki, bər əsası federativ olur olsun, ya bər əsası cumhuri ki, bər əsası توزیع adlanan servət ki, mən hər zaman istifadə elərəm olsun. Amma bu quruhu ki vardı, mən bu quruha be عنوان به در واقع گروه‌های نئونازism İranı deyirəm. Bunlar bir faşist qurumlardılar. Əsən insan adında bir şey inancılar yoxdur bunlar. Bunların keçmiş dədə babasından görürsüz bir İngilisin istəyi ilə gəldilər, kudreta olaraq gəldilər iş üstünə və kullən də onların xidmətində və Qərbin xidmətində oldular və sonuçta gördünüz həm dədəsi, həm babası da ikisi də məcbur oldular qaçalar və çünki bura aid deyildilər. Onlar buralı deyildilər. Yəni şayət İranlı olarlar belə, şayət bu təvəllüdü İran olarlar, amma qəlbi olaraq, ruhu olaraq bura vətənləri deyildi onların. Onların vətənləri Amerikada, İngilisdə, Avropada, Fransada başqa yeridir və axırda məcbur oldular qaçalar və gördünüz Məhəmməd Rza Pəhləvi gedəndən sonra da o belə xidmət elədi, o belə bunlara dərvağı nökərçilik elədi. Bir tane bu ərbabları icazə vermədilər, bugün hətta ya da quyuyalar bir geçsin orada yaşasın. Milyarlar dolar pul göndərdi, uğradı, apardı. Hətta bir yəni ölkə icazə vermədi ki, bunun gəlib orada qəbri də olsun. Və bu millətinlə, bu düşüncə ilə mən bunu düşünürəm ki, bugün bunların heç günə caygahı, nə ki, siz də buyurdunuz, yəni elə bir 5%, 10% bunların caygahı olar. Yəni bir insanlar ki, ya onlar ki, məsələn, sizin yaşdadılar, Onlar için görüblər, ya onlar mənafeləri ki, var idi. Onlar için mənafeləri bəli, var idi. dəqiqən, Şahın yaxınlarıydılar, şahın generallarıydılar, şahın iş görənləriydiler. Hər hal onların bəli arasında caygahı vardı. bəli, onların mənafeləri var, onlar o dünyada oradakı deyirlər, yəni məsələn, rifah var idi, rifah ki, Hələbiyabadda var idi, ya o fəqr fəlakət ki var idi, yəni mühacirət əz Rusda və şəhərlər var idi ki, onların zamanında çoxaldı. Yəni mənə, vaxtı ki, kətdən şəhərə mühacirət edirsən, bunun nədəni ya xırda şəhərlərdən Tehrana mühacirət edirsən, bunun bir dənə illəti var, fəqr, bədbəxti. Vaxtı istər eləyə İmran bəy, bilirsən, xahiş edirəm türk kəlmədən çox istifadə edin. hə, Çünki yəni bizim vaxtı Bakıdan da istər, bizi izləyənlər vardı. hə, salam olsun Bakıya da mənim gözəl vətənimə. Vətənimin gözəl parçası deyəm, yəni vətənimizin gözəl parçası, arazımızın yuxarısına da salamlar olsun. Baxın, bir kətdən, bunların dönəmində, çox sadə misal verirəm, bunların dönəmində kətlərdən şəhərlərə göçmələr çox oldu. Xırda şəhərlərdən böyük şəhərlərə, Tehrana və məsələn, Tehran ətrafındakı ki, karxana, bir seri karxanalar Şəhərlərin qoydular. qırağında yaşayan da haşiyə nişinlər. Bəli, elə ona gələcəyəm, istəyirəm ona gələm. Yəni, siz məsələn, belə kətdən şəhərlərə gəldilər, köçdülər. Bunlar nəyin nədən verir? Bunlar ki, burada kasıbçılıq var idi, fəqr var idi, yoxsulluq var idi. Bu bunu göstərir. Sənin vaxt ki, kəndində, axırda şəhərlərində bir dənə işin yoxdur və bir dənə fürsətin yoxdur, orada yaşayasan, orada işləyəsən, məcbur olursan gedəsən fərzi Təbrizə, Tehrana, İsfahana yerçisin. Bunlar da çünki İsfahanın ya Tehranın zərfiyyəti yoxdur, təmsilçisi yoxdur ki, bunları o yerində alsın. Məcbur getdilər haşiyələrdə, ətraflarda və Hələbiyabadda dəmirdən, tənikədən
çadırdan böyle evlər düzəltdilər və alan biz getdik məsələn Cənubi Tehranda baxdıq o Hələbiyatlar. İndi yenə məsələn bir 10-15 ilin içində, 20 il içində mən çünki şəhərdari Tehranda işləyəndə bunlara gedirdik, baş çəkirdik. Hələ indi yavaş-yavaş onları yəni bu Cümhuri İslami zamanı onları köçdürdülər, onları bir şəkildə sazmanda elədilər və düzəltdilər. Amma bu adamlar ki, ona inanırlar. O quru heç siz buyurdunuz. Mənafelər vardı, orada sistem dövlətində çalışırdılar, generaldılar, döktürüdər və məqam sahibilər ona aşıq olacaqlar. Savaşın o savaşın işgəncəgərləri idilər. Bəli, deyəcəyəm onu. İndi onlar hamısını gələcəyəm oladı. Yəni bunlar həmən insanlardılar ki, mənfəətləri vardı, karları vardı. Oradan pul yeyirdilər. Amma vaxt ki bunlar Cümhuri İslami inqilab gəldi, yaxşı olsun, pis olsun, mən qarışmıram o məsələyə. İnqilab gələndən sonra bunlar o puldan və o rantıdan və o oğurluqdan əlləri kəsildi və bugün görürsünüz ki, xaricdə faşist təhdidləri eləyirlər. Bugün qeydmək üçün qeysaq milləti belə eləyəcək. Nədən bu faşist düşüncəsi var? Budur ki, onlar o nəfi ki, mənfəəti ki, aparırdılar, əldən verdilər. Bir seri nirlər da var ki, İran içində olan bugün Rıza Pəhləvi adı səsləyirlər. Hala mən dedim yani bu kullən Pəhləvi məsələsi Cumhur İslam'ın bir projesidir və öz nəfinə istifadə edir. Çünki Pəhləvi bir dənə quruq deyil ki, bunlara alternativ ola, bunları təhlükəli xətərə soxa və bunlar o eləyə bildilər. O quruğun əli ilə, Pəhləvinin əli ilə bütün müxalifləri, bütün opozisyonu kontrol edib və münhərif edirlər, yoldan çıxardalar və bugün baxırsınız, əmələn İran sistemində bütün müxaliflər, opozisyonlar gediblər evlərində oturublar və heç gün çalışmırlar. Və bunların bir seri insanları var ki, məsələn bir cavandılar və yeni nəsillər heç görməyiblər o zamanı. Bunlar da bunların bir seri radyoları var, televizyonları var. Onların təbliğatın, onların reklamları ilə fikir edirlər ki, şah zamanı behiştiymiş bura. Dərhal ki, bunlar behişti o videoda görürlər ki, Tehranın o pastaranında, ya Tehranın təcrisində, ya Tehranda orada tərkibdir. Gedib Hələbiyabatı çəkməyib. Gedib o Tehranın ətrafındası, Kərəcin ətrafındası o bədbəxt və yazıq insanların həyatını çəkməyib. Gedib Ərdəbildə, Təbrizdə, orada, burada o insanlar ki, iş tapanmırdılar və yazıq çətdən durub gəlmişdilər, bir tikə çörəyə gedirdilər, şəhərlərin haşiyəsində, ətrafında yaşayırdılar, o vəziyyətlə onları çəkmirlər. O üçün bu yeni nəsildə istəyir bir değişik yaratsın. Yeni nəslin şuur siyasisi yuxarıdır, amma bilmir nədir şuur siyasi ki, eləyə bilər, ayəndə İranın gələcəyini təmin edəcək. Bunlar demokrasi bilmirlər, demokrasi nə cür əldə olunar. Bunlar azadlığı nə cür, düzgün azadlıq və demokrasini fəqət elə fikir eləyirlər ki, Pəhləvi zamanında qeydməkdə olar. Dərhal ki, bizim bugün İranın ehtiyacı Pəhləvi deyil, səltənət, şah, şeyx deyil. Bugün bizim İranın adı ədalətə getməkdir, tozu adlarını, sirvəti və o İrandakı olan bütün sərmayəni yaymaq və dağıtmaq İranın adilana sistemindən, adil sistemindən dağıtmaq. Bugün baxırsınız, görürsünüz Bəluçistanda insanlar nə cür yazıq yaşayırlar. Ərəbistan ki, İranın və nə tənha İranın, Yəmənin də, Lübnanın da, Filistin də, Ərağın da və bütün bu ölkələrin millətinin çoxun pulunu təmin edir. Bugün Xuzistan görürsünüz nə bədbəxt. Mən getdim onlara Abadana, Əhvaza, Xürrəmşəhərə getdim, hamısına gəldim. Vaqən adam ağlamaya gəlir. Savaşdan sonra dünya İranın və o ölkələri ki, ad apardım, onların bütçəsini təmin edir və özləri yazıqlıqda yaşayırlar. Ya gəl məsələn, get Türkəmən Səhra qardaşlarımıza, get Kürdistana, ya get bizim Azərbaycanımızın nisbət onlara görə vəziyyəti yoxdur. Amma Azərbaycanın potansiyeli var. Azərbaycanlılar çalışan insandılar. Azərbaycanlılar parası olsa bir-birinə yardım edənsə, o üçün biz eləyə bilmişik bu naadilana sistemdə, ədalətsiz sistemdə bir az ayağımız üstündə, bir az onlara görə yaptırlar. Və elə bizim də aynı sərnişimiz onlar kimin olacaqdı? Amma çünki biz çalışan insanıq, bizim zaten bir varlı bir millətimiz var, kültür olaraq, sərmayə olaraq, o sərmayə otomatik bizim millətimizi biraz köməkli eləyir ki, ayaq üstə dursunlar. Amma siz baxın, Ərdəbil əksər zamanlar Ərdəbil o ölkə ustanlardan, rayonlardandırlar ki, ən çox köçməni verir Tehrana. Niyə bu köçməni verir? Bir adamın işi olsa Ərdəbildə ya
ətrafı Təbrizin ətrafında, Urmiyədə, Zəncanda, Qəzvində, Həmədanda niyə gedir Tehranda yaşayır? Və niyə bir İsfahanlı, mən bir dənə İsfahanlı fəhlə görmədim Tehranda. Və belə 10-15 il Tehranın sazmanlarında çalışdım. Bir dənə İsfahanlı fəhlə görmədim. Bir dənə İsfahanlı, bir dənə fəhlə Yazdan, Kermandan, Semnandan, Məşəddən görmədim. Hamısı müdürlər, mühəndislər, dötürlər. Maksimum onlar da gəlirlər. Amma hər yerə baxırdım, Azərbaycanlı, Türk, Kürt ya Bəluç ya Ərəb fəhlələr idi. Hala bizlər genel olaraq Şii olduğumuz üçün o fəhləliyə bir qola gedə bilir. Onlar ki sünni idilər. Onlar yazıqlar o fəhləyə də lanmırdılar. Yəni millət, İran millətinin içində Bəluçistandan, bir dənə Türkməndən gələnlər, bəli. bəli, İran millətinin içində bir dənə təbiz olaraq və ayrılığıcı olaraq bir düşüncə salıblar ki, bu sünnidir, o şiidir. Yəni bu düşüncəni salıblar və bu gün şayət bir dənə Kürdün şayət bir şiiyədən fəhləliyə də fürsət olmur. Yəni bir dənə Ərəb ya Bəluçun ya gəlib Tehranda istəsə fəhləliyə ona imkanı da yoxdur yazdığın. Məcbur gedə kulübəridir. Məcbur gedə qaçaq benzin qaçaq edir. Yəni bunları nəzərdə alaraq bu yeni cavan bunu anlamır. Yeni cavan demokrasinin, gerçək demokrasinin və azadlığın məfhumunu bilmir, anlamını bilmir. Deyir belə o qeydib o 47 il bundan öncə qeydsək, bəs həttəmən biz pirşəft eləyəcək. Dərhal ki, bilmir ki, bir dənə millətin, bir ölkənin pirşəftinə, inkişafına savad lazımdır. Onun cəhdi lazımdır, ona iradə lazımdır, ona iman lazımdır, ona çalışma lazımdır, ona bir-biri qəbul etmək lazımdır. Sən vaxt ki, bir millətdə, İran içində bir millət ki, sənin Fars milləti heç kimi qəbul eləmir özündən sonra və deyir, bu İran yəni Fars, sən bu ölkə, əsən Allahın özünü də gətirəsən. Bir iş görənməyəcək ki, bu sistem. Sənin sistemin, yəni o sirvət sistemin yanlışdır, səhvidir. Bunu neyə biləcəksən? Yəni, bu gün İran rejim çevirsə də bir şey değişilməyəcək. Şayət gedə bilər bir seri değişikliklər, bir seri təğyirlər gedə. Amma böyük heç şahkar görmür eləcək. Çünki o sistem itibarda 100 ildir sistem təbiz üstündə qoyulubdur. Bura Farsıdır və Fars haqqı var hər iş görsün. Farsın haqqı var insanlara yaman desin. Farsın haqqı var əvvəl karxanaları, ana karxanaları, böyük karxanaları, hər şeyi gərək əvvəl İsfahanda, Yəzdə, Kermanda, Semnanda qoysun. Fars özünə haqq yaradıb. Bu 100 ildə Farsa haqq veriblər ki, bu məmləkət sənindir. İndi bu gəlib onun əlinə ala bilərsən, Əlbəy. Alanmazsan sən İsfahanın %80 bütçəsinin əlinə alanmazsan. Çünki o haqq bilir özünə. Bugün gərək onun əkincisi 150 milyon dolarlıq qarpız satırlar. Qarpız satırlar. Hala məsrəfləri nə qədər olur. Amma 1 milyard yarım 500 milyon tümən gedirlər ya dolar, gedirlər 10 bərabər o pul gedirlər Dərya ünvanından, Xəlici Fasdan su gətirirlər onun ayağının altına. Yəni ki, bunun sərfi iqtisadçı olar ya olmaz. Bunu yəni buna hansı manyak bu işi görər? Ki sən gedir, Bəluçlar üzr istəyirəm, Bəluçlar yazıqlar susundan ölürlər. Bəluçların bölgəsindən, o Dəryaya Ummandan lülələri çəkiblər, gətirirlər Semnana, Yəzdə, ondan sonra Kermana. Bir dənə Bəluç yazıq o zatlarda, o hovuzlarda ki yağışlar yağır, qalır orada eğlənir. O sudan içirlər. Orada da gedib suyu götürəndə o qando, yəni o timsah, orada bir məxsus timsahlar yaşayır. Adı qandodur. O böyük timsahlardan biraz kiçikdir. Onun da qolun çəkir, aparır, yeyir. Yəni baxın, yəni təbiiz bu qədərdir bizim camiəmizdə. Bu təbiiz şah zamanından elə qalıbdır. Cumhuri İslamidən Əli bəy, şah qoydu bu təbizi. Bəli, bunun kökün təməlini şah qoydu. Cumhuri İslami də o təbizi aradan götürməyibdir. Cumhuri İslamidə də qəşəng bir söz dediniz ki, onlara dini cəhətdən də o sünni olmağına görə onlara artıq dayıca gənə təzyiqlər vardı. Təzyiqlər. Bəli, çox təbiz var. Yəni bu kəlməmi deyim, üzr istəyirəm. Onlara hələ də kimlik verilməyibdir. Kimlik, yəni şinasnamələri yoxdur. Biriləri çox maraqlıdır. Çoxların tutub aparıb Əfqanistana deport eləyiblər. Dədədən, babadan deyib, ay qardaş, mən Bəluçam, mən Sünniyəm, mən filanam, mən burada atadan, anadan tutdular, apardılar, bıraxdılar Bəluçistandan zada.
Əfqanistana, Əfqanistanda onlara düdürür, ay qardaş bu bizim de adam deyir, sizin özünüzdür. Baxın, yəni bu cür təbizlər, bu cür fəqr və fəlakətdə millət yaşayır. Həm fəqr fəlakət şah rejiminin mirasıdır ki, bu günləri Cümhuri İslamidə ona artıq dini müzahib də zətdə, sütəmdə, zülmü də eləyir. Buyurun. Yeni elə onu deyəm, yəni vaxtı sən bir dənə karxana qoyacaqsan, karxana için sənin suya ehtiyacın var, sənin transporta ehtiyacın var, sənin gəmiyə, dənizə ehtiyacın var. Hansı axmaq gələr bunu İsfahanda qoyar, Yazda qoyar ki, gedər 2000 kilometr su çətirər ora, aparar dənizin kənarında qoyar da. Axı ən azı bunu bir normal belə besavad insan da bunu anlar. Amma bu İranda çünki bu təbiz ki, bu elə şah zamanından başlandı. Bunlar təbiz budur ki, bunların inancları budur ki, Əli bəy. Bunlar İranı fəqət fars görürlər. İran qeyri-fars bunlara İran deyil. Millət qeyri-fars bunlara millət deyil. Və hər zaman sizə görsən danışanda deyirlər, Seymisu çıxır gedin buradan. Yani o kadar faşist insandılar, o kadar nazist insandılar ki, sen ki burada yıllar bu ülkede yaşayıpsan, danışanda diye çık git burada, git Azerbaycan'a, git Türkiye'ye, git Moğolistan'a. Yani o kadar nadan ve cahil insanlardılar ki, anlamırlar memleketin tamamiyet erzisin, toprak birliğin ve inkişafın adilane bir tane toğuzu adilane servetle koyarlar, adilane bir sistemle yaradarlar. Sən iki vaxt iki elə bir, demirəm %100 gətir sənaye difai qoy Kürdistana. Sənaye difai ya məsələn məsail həstəyi bunlar gərək mərkəzdə olur. Onu hamı bilir. Amma sənin məsələn vaxt bir dənə başmaq çərxinin var ya, məsələn lastik çərxinin var ya, maşın çərxinin var. Niyə gər Urmiyədə olmaya? Niyə Sənəndədə olmaya? Niyə Bəluçistanda olmaya? Amma bunlarda düşüncə yoxdur. Bunlarda təbiz bunların beyinlərinə girib, bunların qanlarına girib və bu 100 ilin içində bunların təbizi haqq görüblər, Əli bəy. Bu gün sən İsfahana deyərsən ki, ağa bir dənə türkü haqqın yoxdur, etiraz eləyəsən. Əsən deyər, kim dedi onu? Mənim haqqım var etiraz, ya məskər eləyəm. Mənim haqqım var bu karxanacatı İsfahanda, karxanaları İsfahanda yerləşdirirəm və sənin haqqın yoxdur bunu alasan. Haqq veriblər özünə. Bu gün sən İsfahanın %80 bütçəsi çox ustanlardan çoxdur. Sən %80, %80 bütçəsini əlindən al. Səndən dav elər, silah götürər əleyhinə. Çünki haqq yaradıb. 100 ilin içində Cumhuri İslami və Pəhləvilər bu təbizi, ədalətini və fəqri, fəlakəti haqq yaradıblar bu məmləkətdə və varsa ona adət elibdir. Bugün yeni nəsil onu anlamır. Yeni nəsil deyir ki, hə da elə bizim çünki bugün böyle bir de bir problem var yeni nesilde. Çünkü vəziyyət iqtisadi bugün pis değil. Rejim Cumhur İslami fərdi azadiləri, hüquq bəşəri riayət eləmir. Bunlar fikir eləyirlər ki, o zaman beheş deymiş. Görməyiblər ki. 2 dənə videoya baxıblar və 2 dənə məsələn qoca adamla danışırlar, fikir eləyir beheşdir. Dərhal beheş deyildi. Şayad az lahazı azadihay fərdi ya şah zamanı azad var idi, sənin hicabın azadıdır, bəhs məsaili cinsi azadıdır, məşrub azadıdır. Azadi fərdlərin vardı. Amma siyasi olaraq bir diktatoru var idi. Savaşın cinayətləri, mən ümidim var ki, bütün savaşın cinayətlərini çıxardarlar deyərlər. Çünki Cumhur İslamı çıxardıb demədi. Niyə demədi? Çünki savaşın əksəri nirruları gəldilər, yeni itilatlar oldular. Və onlar icazə verilmədi savaşın cinayətləri deyilsin. Çünki Cumhur İslami və Pəhləvi bir dənə porisənin hökumətidirlər. Bir porisə hökumətidirlər. Yəni bundan sonra bu gələcək. Yəni bunlar müxalif həm deyirlər. Bir-birinin müxalif deyirlər. Bunlar bir-birinin dalında gələn bir silsilədir. O üçün şahın cinayətləri, savaşın cinayətləri bəlli olmadı və onlar iki dünənədən savaşda idilər. Başları, reisləri, müdürləri qaçdılar, getdilər. Bugün Amerikada milyarlar dolar İranın pulunu götürdülər, apardılar. Məsələn, Ay Sabiti kimi insanlar getdilər orada, kef elədilər və adlarını da tördülər, İngilis ad qoydular. Və ondan da, amma o normal savaşçı ki vardı, hamısı gəldi bugün ittilatıya, hay emriz oldular. Dedilər, mənə fərq eləməz, mən dünən ittilatıyam, təxəssüsüm ittilatıdır, əmniyyətidir və rejimi Cumhur İslami təzə gəlmişdi və eləyə bilmirdi ki, milləti sərkub eləsin və kontrol eləsin əvvəl inqilabda. Məcbur oldular getsin və bugün əksər inqilablər ki, savaşçılar ki vardı, hamısı bizat ittilatda, şayad əksəri manşəst olublar, yəni 47 ildə fikir eləməyəm ki, bir adam yadırlar. Amma bu cinayət, bu məsələlər səbəb oldu ki, cinayət-i savaş gəlib üzə getməsin. Amma Cumhur İslam'dan sonra mən ümidim var ki, bir dənə dadgah-ı tarix qoysun, cinayəti ki,
Pəhləvilər və Cumhur İslamı Millətay Qeyri-Farsın üstündə qoyublar. Özəlliklə biz hala onlar özləri bilərlər, amma biz pişəvərin cinayəti və ondan sonra cinayətlər ki, bizim millətimizin əleyhinə elədilər, bunları gərək dadgah tarixi də qoyaq və millətimiz bunu anlayır. Mən fikirəm millətimiz qəşəng anlayıb. Mən Türk millətinə güvənirəm, millətin şuur siyasətinə çox gözəl iftixar eləyirəm. Bu gün millət çox qəşəng gedir qabağa, bilir indi harda çıxacaq, harda çıxmayacaq və bu özü çox böyük bir məsələdir. Mən bu gün əlan baxasınız Əli bəy, İran şəhərlilərin təlatümünə baxasınız. Bu gün İran şəhərlilərin gündə həcməsinə baxasınız. Hər gün bunların bizim həcməyə çoxaldırlar. Niyə? Çünki bunlar yenildilər, şikəst yedilər. İran şəhəri və panfarsist düşüncəsi İranda şikəst yedi. Və bu gün şikəst yedikləri üçün eləyə bilmədilər bir İran asimiləşdirdə, Türkiyə asimiləşdirdə yaradalar. Bu gün hər gün bizim millətimiz oyanır və millət qeyri-fars öz haqlarını istəməyə dərvağa bilirlər haqların və gücləri çoxalır və rejimin dərvağa gücdən düşməsi də bu məsələyə köməklik edir. Nə tənha rejimin əzlahazı sərkub yıxılmasını deyirəm, amma bunların ideolojik olaraq bombəstə yetişməsi də millət qeyri-farsın böyük bir fürsət yaradıb və mən fikir edirəm ki, bu gün İran şəhəri və panfarsistin son yılları da İranda və mütəəssifانه onların nəticəsində baxasınız, görürsünüz də İranı bədbəxt, İranı qeyri-demokrat, İranı ki, Tusiya inkişafı yoxdur, İranı Tusiya inkişafı, yəni hər şəkildə sən baxasan, bir bədbəxt İranı, İran şəhəri və panfarsı təhvil veriblər sizdə. Buyurun Əli bəy. İmran bəy, baxın biz ictimai hərəkətlər məmulən o dalğa kimi gedər yuxarı gələr, o cəzrümətdə olar və biz bunu görürük, bu günləri də bizim hərəkətlər sazman yaftə deyil, yəni mütəşəkkil halda qabağa getmir. Biz necə eləyə bilərik ki, mütəşəkkil olub və Azərbaycanın milli hərəkəti bir organizasyon yarada və o organizasyonla qabağa gedə bilər. Bax, bunu nə Əli bəy, indi təklif edərdiniz? Düz, indi qəşəng sualdır. Mən çox sevirəm bu mövzuyu. Bax, bu rahat bir sual deyil. Yəni bir gündə olmaz. Baxın bir. Bir məsələ vardır ki, bizim milli fəallarımız, onlar iki üzərin Azərbaycanın milli hərəkətinə mənsub qoyurlar. Bunu gərək mən özümü deyirəm. Mən bir insan deyiləm nəsihət eləyəm. Mən hamıdan Yox, nəsihət deyil. Burada biz istəyirik yol tapaq. Baxın be. Biz gərək əvvəl qəbul eləyək ki, İranın şəraiti nə mənədir, durumu nə mənədir. Bunu qəbul eləyə bilsək, biz stratejini onun üzərində qoya bilərik. Nəinki o strateji gedək İranı qəbul eləyək və İranda asimil olaq. Mən mənzurum o deyil. Amma bir seri gerçəklər var, bir seri vaqiyyətlər var. O vaqiyyətləri əgər nəzərdə almasaq, qəbul eləməsək, biz müvəffəq olamayacağıq. Və mütəəssifanə də keçən bu 30 il, 35 ildə ki, bizim Azərbaycanın milli hərəkəti yeni bir dönəmə gəldi. Bu məsələdə mən çox bazən aşağı-yuxarı hərəkətlər oldu. Və bu məsələdə mən hər zaman danışanda da, kulpalsıda da danışanda bu məsələdir. Ağa, siz gərək gerçəkləri nəzərdə alasınız. Sənin orada bir dənə rejim Cumhur İslamı adında bir dənə rejimin var, feylən də hakimdir. Qüdrəti var, sərkub qüdrəti var, pulu var, sipahı var, milyondan nəfər bəsicisi var, feylən o var. Nə cür gedəcəksən qabaq? Aya, bunu bizim iki yolumuz var. Ya təğyir verəcəyik, ya da təğyirlərlə özümüzü up-to-date edib qabağa gedəcəyik və bir dəyişikliklər yaradacağıq. Aya təğyir dəyişim yaradamağa gücümüz var ya yox. Biz onlarla əməkdaşlığa getsək, asimilə olub, necə ki şah zamanı. Mən əməkdaşlıq demədim. Yox, baxın. Hayır, mən əməkdaşlıq demədim. İcazə verin, mən sözümü deyim də. Baxın, biz mənzur deyirəm ki, bizim o sistem ki vardı, o sistemin o metodunda, bax, bizim milyonlar insanımız Tehrana gedib, çox əslən farslı, türklüyünü itiribdir. Siz görürsünüz, mənim atam özdə bir xas ləhcə ilə, mənim atam Türk idi, mən farsəm. O deyən adamlara, mənim atam türk idi, ya anam türk idi deyən adamlar, mən amma indi farsam deyən adamlar o sistem özü bilmir ki, nə hadisə baş verib. Hüviyyətin aradan gedib, hüviyyəti əriyib. Yəni o asimilə metodu o qədər belə zatı münsəcim, metodik gedib qabağa, heç tərəf özü bilmir başına nə bəla gəlibdir.
Bax bu metodun qabağında biz nə siyasət qabağa aparmalıyıq? Əli bəy, asimilə 100 ilin içində mən etiqadım budur ki, bizim millət o asimilə o zur ki, o fişar ki, Türk millətinə İran elədilər, heç millət eləmədi. Düzdür. Çünki onlar fərqli. O sistemi ki biz elədilər, yəni ki biz Mənim elə sözüm güclüydük, budur ki, çoxudur. necə bizi müqavimət, mübarizə, ondan sonra qoruyacağız mərkəz, yəni mərkəziyyətin o təfəkküründən qaçmaq, necə siyasət götürək biz qabağımızda? Bax, istəyirdim elə o mövzuya gələm, Əli bəy. Mənim mənzurum İran içində qarışmaq deyil ki. Mən Farsı sevməm, Fars sistemini də sevməm. Onların sistemində də çalışmışam Yo və etiqadım biz budur ki, anti-fars diyoruz ki kütle ile yox deyilik. onların o başçılarının o paniranizmin tefekkürüne biz karşıyıq ve insanlara Dəqiqən. Əli bəy, mənim etiqadım budur ki, Azərbaycanın necə keçən 100 ildə heç günə caygahı, yeri yoxdur İranın içində, gələcəkdə də olmayacaq. Bunu gərək soxaq beynimizin bir tərəfinə, qoyaq bir tərəf. Beynimizin yarısını bunu sağlayaq ki, bizim gələcəkdə yerimiz yoxdur İran sistemində. Gərək biz özümüz də çarə qılaq. Tamam, bu bir tərəf. Bu mənim beynimin yarısı buradadır. Mənim mənzurum assimil olmaq deyil. Mənim mənzurum vəziyyəti qəbul eləmək. O vəziyyətlə nə strategilər qurmamız önəmlidir. düzdür Sən metodu. eləyə O bilərsən, metod mübarizatı bizim. bəli, sənin bu gün mübarizən önəmlidir. Nə strateji qoya biləcəksən? Sən aya eləyə biləcəksən ki, eləyə biləcəksən deyəsən, mən Cümhuriyyət İslamı qəbul eləmirəm əslən. Və heç gün eləm bizim dostlarımız vardı da Azərbaycanda. Amma biz heç zadı qəbul eləmirik. Cümhuriyyət İslamı qəbul eləmirik, heç zadı qəbul çəkilirik kənara. Münfəil bir millət oluruq. Hop, zaten Cümhuriyyət İslamının və o təfəkkürü İran şəhrinin hədəfi budur ki, səni münfəal millət yapsın, səni qeyri-siyasi millət yapsın, hədəfinə yetsin, səni oturtursun evində və səndən istifadə eləsin. Zaten hədəf odur. Mən münfəal millət istəmirəm. Mən münfəal millətə qarşıyam. Biz gərək millətimizi hər fürsəti ki vardı İran içində, hər şərait ki yaranır, bunu gərək, onlar ki milli faaldırlar, onlar ki hizblər sahiblər, bax, siyasət zamanı məkan elmidir, ay Süleymani. Sən zamanı məkanı gərək biləsən ki, nə cür istifadə eləyəcəksən. Büyük fəaliyyət fürsət düşdü bizdə. Rejim Cümhuriyyət İslamı getdi, fərqli Ona Amerika siyasətdə deyirlər şərait eyni. Bəli, hər saniyədə siyasətdə hər saniyə sən dəyişmək zorundasan. Hər saniyədə özünü upgrade yapman lazım. Hər saniyəyə yeni sənin bir stratejin olman lazım. Bu olsa mən nə edəcəm, o olsa mən nə edəcəm. Mən hər zaman otaqlarda da təkid edirəm. Bizim gərək otağı fikirlərimiz olur. Və otağı fikirlərimiz bunu deyək. Bax, otağı fikrin fəlsəfəsi budur ki, otağı fikirdə gələnləri, mənfi düşüncələri və mənfi senaryoların üstündə işlərlər. Müsbət istəməllər. Sən məni tərif eləməyəcəksən, mən də səni tərif eləməyəcəm. Otaq effekt öyle otaq effekt deyil. Otaq effektdə tanış olar, otaq effektdə fərqli negativ insanlar gələr və orada deyək ki, xop, bu şərait gəlsə, görürsünüz, mən əksərən senaryo tərif elərəm. Bu şərait gəlsə, biz nə edəcəyik? Bu şərait gəlsə, biz nə edəcəyik? Yəni sən hər saniyə yeni bir stratejin olması lazım. Amma bizim böyük stratejimiz budur ki, biz millətimizi və o toprağımızı qurtaraq. Hop, bu bir tərəf. O böyük stratejimiz, hədəfimiz odur. Millət ki, bunun məfkurəsi, düşüncəsi aydınlaşmayıb, öz haqqını tanımayıbdır, o necə mübarizə apara bilər? Bax, bunun yolunu əvvəl biz ortaya qoymalıyıq ki, bu millətimizin beynini necə aydınlaşdıraq. Bax, dirəniş, müqavimət. Bunlar hamısı bir terminlərdir ki, biz onları bir-bir hamısını dalbadala qoymalıyıq. Rəhmətli Elçi bəy bunları tərifləyib. Oyanış, millətləşmə, dirəniş. Əli bəy, sənin millətin güclü bir millətdir. Sənin millətin tarixi var. Bax, sənin millətin böyük kültürü var. Sənin millətin güclü millətdir. Sənin millətin bugün asimilə altında qalıb, budur ki, niyə? Çünki güclü millətdir. Və necə ki tarix yaradıb və yenə bilirlər tarix yaradıb.
Sən əgər istəyirsən milləti oyandırasan, millətin gedib o potansiyellərin üstündə işləmən lazım. O millətin o istəklərinin üstündə işləmən lazım. Millətin mənfəətinin üstündə işləmən lazım. Millətin gələcəkdə hansı iqtisadda, hansı şəraiti vaqei. Baxın, mən deyirəm ki, vaqiyyətləri nəzərdə almamız lazım. Bu vaqiyyətləri nəzərdə alıb millətinlə yavaş-yavaş yerimən lazım. Və yenə bir təvəhhüm götürəcəksən, yox, biz heç də qəbul eləmirik, hədəfimiz odur. Tamam, bizim hamımızın hədəfi. Mən istiqlal tələb bir adamım və etiqadım vardı ki, bizim İranda gələcəyimiz yoxdur bu şəraitdə. Hop. Amma bu gün istiqlalı ala bilirəm ya alamam. Nə tür getməm lazım istiqlala? İstiqlalın vəziyyət iki istiqlala gedən nə türdür? Nə şərait ehtiyacdır? Kim köməklik eləyə biləcək? Mənim millətim nə cür istiqlala hazırlada bilirəm? Bunlar hamısı suallardır. O suallar idi ki, mən gərək bir millətimlə oturam danışam. Millətimə mən əmr eləyənmərəm, ay Əli bəy. Yox, Kəsə bax, rəy verdi, o ya vermədi. Maksim Gorki deyir, əvvəl beyinləri silahlandırın, ondan əlləri. Bəli, dəqiqən, mən istəyirəm onu gələm. Sən millətuğa ehtiram qail olman lazım. Hörmətin olman lazım. Mən ki, əgər özümü iddia eləyirəm, bir dənə milli faalam, mən gərək millətimə qulaq asam. Millətimin istəklərinə qulaq asam. Millətim ki, oturub İranda, deyəm ki, sən nə mən istəyirsən? Onun şəraitini dərk eləyəm. Ondan sonra onun niyazların, istəklərinin üstündə gedəm və yavaş-yavaş öz hədəflərimə gedim. Ya genel olarak ki, bir adam ki oturup Tehran bazarında ve menfaati İran'ın içinden gelip sen bunu istiqlaldan danışamazsan. O adam ki gidip İran içinde bir Tehran'da oturup da müdürdü ya ustad danışkan diye her şeydi. Tehran Azərbaycan şəhəridir. Siz Tehranda da yaşayıbsınız, düzdür? Tehranın cəmiyyətinin neçə faizi zat ola bilər, Azərbaycanlı olar? Yani Tehran'ın %65-70'i Tehranlıdır. Kərəzin nə qədər olar? Kərəzin nə? Milyon olarak. Can? Kərəzdə deyil o həddədir. Kərəzin özü. Baxın, Tehranın kətlərin siz yaxın şəhərdarda olubsunuz, bələdiyyədə olubsunuz. Hamısını bilirəm. Baxın, hələ də Tehranın kətlərinin adı nə nədir? Türküdür. Düzdür ya yox? Siz Tehranın haşiyə kətlərinin ta ki Qəzvinə kimi, Qəzvin ki bizim paytaxtımız olubdur, bizim Səfəvilərin paytaxtı olubdur, ondan sonra bizim tariximizdə çox önəmli zatdır, ondan sonra Zəncandır, Zəncan. Bunlar yəni Türk şəhərdir, Qumun özünün 60-70% Türkdən ibarətdir. Irak'ın etrafı, mesela Sabədir, Irak'dır. Bizim, Əli bəy, o Tehran'ı misal anlatın. Baxın, Tehran siz buyurduğunuz kimi bizim şəhərimizdir. Tehran'da biz, mesela İslam şəhər var, Robat Kərim var, ondan sonra geri Şəhriyar vardı. Kərəzin etrafında yeni şəhərlər düzəliblər, şəhərlər düzəliblər. Bunlar, yəni %80-90 bunlar Türkdülər. %80-90 bunlar Türkdülər. Bunlar özü böyük bir potansiyeldir bizim üçün. Biz sadəcə konsantre olanmarıq deyək ki, biz istəyirik Azərbaycanı müstəqil eləyək, Təbrizlə Ərdəbil mərağı olacaq, ya Urmiya olacaq. Yox, bu şey deyil. Yəni, demirəm, ona konsantre olmayaq, mını da buraxaq, gedək, yapacaq ora. Yox, biz gərək millətimizin, biraz öncə söylədim, millətimizin istəkləri ilə qabağa getmək zorundayıq. Millətimizin içəridə nə şərait iqtisadda yaşayır və nə təfəkkürü vardı, onun üstündə əvvəl getmək qabağını, ondan sonra öz fikirlərimizi qoyaq. Qabağına deyək ki, bu məsələ də var. Sənin İranda, ayəndə Azərbaycanda, əgər sən bir müstəqil Azərbaycanda olsun, sənin vəziyyət iqtisadın və dünya ilə irtibatın bundan çox olacaq. Bunu gərək yavaş-yavaş gedəsən qabağa. O adam ki, oturub Tehranda, ona şu anda məhfumu yoxdur ki, anlamı yoxdur ki, istiqlal yəni mənə. Mən Şirazdan gələn məndən cins alır. O üçün mən hədəfim budur ki, baxın, millətə hörmət qoymaq çox önəmlidir. Millətin şəraitini anlamaq çox önəmlidir. Millətin təsmimin və qararını görmək çox önəmlidir. Millət nə mənə təsmim tutub, kimə rəy verib, o gəlib onu qınamaq çox yaxşı iş deyil. Milləti üz istəyirəm, çox üz istəyirəm, nadan görmək, bu özü nişan verir ki, biz millətdən uzaq, biz milləti tanımırıq. Milləti göncəcək, biz tanıyaq. İçəridəsi milləti deyirəm, bizlər ki, eşitdirik, tanımağa ehtiyacımız yoxdur. O adamlar ki, siyasətdən uzaqdır, biz onlarla bəhs eləmirik ki. Bizim bəhsimiz bilirsiniz nədir? Bizim bəhsimiz odur ki,
tərəf siyasidir, məsələyə siyasi baxır, siyasətlə maraqlanır və o siyasi hərəkət gedir. İndi bir adamlar ki, fəzai məcazidə gəlirlər, ondan sonra nə propaganda yapırlar, ay siyasiyəm, filanam. Biz onlarla əslən işimiz yoxdur və heç lazım da deyil danışaq. Lazımdır biz millətimizin psixolojisin, millətimizin durumun Bəli. zad eləyib və millət o özü bizə yol göstərəcək. Diqqət edirsiniz, bizim millətimizin Mənim də hədəfim odur, oyanışı, bəli, bizim düzdür. millətimizin nə cür deyim, millətləşməyə gedən prosesləri, əgər millətləşmə prosesində təkmilləşəcəksə, biləcək mənim hüviyyətim, mənim milliyyətim, mənim düşüncəm nə əsasda gedibdi qabağa, qətlən o özü elə mübarizəyə qatılacaq və mübarizədə gedəcək. Bəli. Pişahəngan millət, millətin öncülləri qətlən həmişə özlərin ortaya gətiribdir. Birin biz gətirib zorla siyasi eləyənmərik. O siyasət gərək Yox, elə mən də insanın o daxilindən gələr. mənim də elə hədəfim odur. Düzdür, Əli bəy, qəşəng vurdunuz. Mənim də hədəfim odur ki, milləti tanıman lazım, millətin yanında getmən lazım. Milli fəal olaraq ki, milləti anlaman lazım. Və yavaş-yavaş Elə bax biz əgər milləti anlamasa, milli fəal ola bilməyəcək o heç. ola bilməz, evet, ola bilir. Dəqiqən. Yəni bazı mənim təkid elə bilirəm, bizim milli fəallar çox yəni fədakar insanlardır. Bizim milli fəallar hamısı canlarından, mallarından, həyatlarından getiblər bu yola, ayaq qoyublar. Onlar da. Amma yəni hədəfim bunları təkrar eləməkdə, onlar hamısı bizdən qəşəng bilirlər. Amma hədəfim budur ki, bu sistem yavaş-yavaş təşkilatlanar və təşkilatlanandan sonra yavaş-yavaş millətimizlə ayaq necə uşağı demirəm amma millətimiz uşaq fərz eləmir. Amma sən bir dənə uşaqla ayaq-ayaq gedirsən və onunla böyüsən. Millətimizlə əgər mən bu ünvanı milli fəalam, millətimin görməm lazım ki, millətimin istəyəni nədir? Məsələn, yıllardır mən deyirəm, biz gərək ictimai və fərhəngi şeylərdə çox təkid edirik. Alan keçən 4-5 ilin içində Beblə Azərbaycan musiqi, Beblə Azərbaycan məsələsi, kültürümüz, dansımız, mədəniyyətimiz Instagram tərəqi ilə, sosial media tərəqi ilə mətrah oldu. Və nə qədər insan bu hüviyyətinə qeyddi, çox qeyddi. Bu gün məsələn mənim qardaşım bir Niru intizamı dolardı bir zamanlar ve o deyirdi ki ben o zaman ki sen buradaydın değildi artık. Bugün Türk olmak bir iftihar sahili Tehranda. Yani belki 2000 nəfər görsən ləhzun var, hemen senden Türkçü danışmır, senden qaçmır artık. Da artık o cesaret iki qəbləm var idi, yoktu. İndi bir şekilde toplum gedir o iftihar eləməyə. O adam ki büyümesem diye mənim uşağımın nənəsi faslı və özün deyir ki, mən bilirəm özüm Türkəm. Bir 10 yaşındası bu uşaq artıq deyir, mən özüm bilirəm mən Türkəm. Və mən traktorçuyam. Tehranda böyüdüm və Tehranda deyir bizim klasımızda 3 tane traktorçu var. Və yəni bu özü yeni nəsli yetişdirmək və yeni nəslin və millətimizin o dədənənəyi ki bu uşağı yetişdirib, bəllidir ki onun hüviyyətinə qeydib. Və ictimai və fərhəngi yollarla biz çox köməklik elədi bizim hüviyyətimizin qeydməsinə. Bu gün məsələn danslarımız yayılıb, bizim musiqimiz yayılıb və millət görür ki, baba, mən əski adam deyiləm, mən millətim aşağı millət deyil, mənim güclü millətim var. Və o üçün bazı radikal düşüncələrdən, istiqlal düşüncələrdən biz gərək ehtiyatla, muhtatla bərxord eləməmiz lazım millətinə. Millətinə bunlar hamısı ciddi, yəni o milli fəalların 5 zirəhliyinə dəqiqə qalıb. vaxtımız Nə qalıb, cür buyur. millət? 5 Bəli, dəqiqə vaxtımız qalıb. zirəhliyimizə qalıb ki, nə cür millətlə bərxord edib, yeni nəslinlə bərxord edib, yeni nəsli Zedin düşüncələrinə mədə. Onlar nə istəyirlər? Onları Azərbaycana nə cür tanıtdırmaq, bunlar hamısı bir məsələlərdirlər ki, bunlar yavaş-yavaş bizim millətimizin hüviyyətinə gəlir, kimliyinə gəlir və o otomatik səni götürəcək təşkilatlandır. Amma sənin millətin bu gün eləyə bilməsə, kültürün, mədəniyyətin, dansın, musiqin, geçmişin tanıya, sənin təşkilatın da olmayacaq. Təşkilatın olsa nə edəcəksən? Sənə kim qulaq asacaq bu ünvanı heç? Heç kimsə qulaq. Sənin təşkilat olmağa gərək millətlə yan-yana gedəsən, millətin kimliyini anlatasan, fərhəngi və ictimai yollarla. Və budur ki, sən bərəndə olacaqsan. Çox sağ olun, təşəkkür edirəm. Hər halda, bəli, mən də sizə qatılıram. Bizim millətimizin 1000 il kökü var bu ölkədə. 1000 il biz hökumət eləmişik və Azərbaycan dövlətçiliyi bu günləri varisi bu mədəniyyət, bu kültürdür ki, bu günləri Azərbaycan Respublika onu özündə öz
məsuliyyətin daşıyır və o tarixi bizim adətlərimizi, ənənələrimizi, dövlətçiligini, bayrağını qabaqda aparır. Umud edirəm ki, millətimiz bundan da ayıq-sayıq ola və bu zülmün həm hökuməti şahın, həm hökuməti Cumhuriyyə İslaminin hər ikisinin o qarşısında dayanıb və öz haqlarını öz ərazisində bərpa edəcək. Bizim Böyük Azərbaycan təməli o vaxt qoyulacaq ki, Güney Azərbaycan öz taleyini, öz millətçiligini, öz düşüncəsini ortaya qoyub və eləyə biləcək o Azərbaycanın bayrağını əldə apara və yapışdıra o bizim o kiçik ərazimiz ki, bu günləri 30 min, 40 min, 50 minə yaxın bir ərazidəki 50 min kilometrdə yaşayır. Bu böyük ərazini də özünün zadını. Bizim Dəmirqapı Dərbətdən ta o Tehranın o zadına kimin nə mənədir Simnana qədər bizim ərazimiz uzanıbdır. Bir tərəfi qumdan tutdu, o Qəşqailərin yurdu tutdu, ta Türkəmənlərin, ta Məşədin hətta zadına kimin uzanır. Amma bu bizim o millətimizdə oyanış yaranmalıdır və partiyalarımız, təşkilatlarımız, ziyalılarımız bu bayrağın təməlin yaradıb, təməlin qoyub və bayrağı əllərində tutub millətimizin birliyinə çatdırmalıdırlar. Və bu günləri bu bizim boynumuza düşür, bu risalət bizim ziyalılarımızın boynuna düşür və o millətçilik prosesini qabağa aparaq. Sağ olun, sizdən təşəkkür edirəm. Sağ olun Əli bəy, mən də təşəkkür edirəm sizlərdən və bütün baxanlardan təşəkkür edirəm. Bir mövzuya işarə edeyim. Baxın, Əli bəy, əlan həssas dönəmdir. Baxın, Amerika dayanıb Riyadda, İranın cənubunda və hər an eləyə bilər saldıra və hər dəyişiklik olar Azərbaycanda. Baxın, bunlar çox önəmli bir şeydir. Biraz öncə mən hər zaman da deyim, biraz öncə də təkid elədim. Bizim otağı fikrimiz olması lazım, fikir otağımız olmasın. Fərq eləməz, Umranı bəyənirsiniz, bəyənmirsiniz, önəmli deyil. Umranı sevirsiniz, sevmirsiniz, önəmli deyil. Umranla oturub və fərqli düşüncələr, fərqli insanlarla biz otağı fikir qoymamız lazım. Əgər bu ittifaq üstə neyniyəcəyik, əgər o ittifaq üstə neyniyəcəyik, bunlar, baxın, bizim millətimiz bugün şuuri siyasi çox gedib yuxarı. Mən iftixar edirəm bugün Azərbaycan millətinin şuuri siyasi bu hətta yuxarı gedibdir. Və mən bunu 100 kere demişəm, yenə təkid edirəm. İranın gələcəyində mənəm ki, təyin eləyəcəyəm nə olacaq. Əgər ya istiqlal olacağam, ya gərək mənim mənafim nəzərdə alınır. Mənim ana dilim rəsmi olar və mənim bütünəm. Mən bu milləti ki, bugün İran içində tək-tək, yəni İsfahandan tutdu, Çahar-Mahar, Bəxtiyardan tutdu, Kermandan tutdu, Qəşqaylərdən ta o tərəfdə Xurasan, Türkəmən, hələ onlar ki, Azərbaycan və mərkəzi İranın tüylərini demirəm. Hələ bunlardan ki, çoxluq var. Həmədanı, mərkəzini, Qumu demirəm. Tehranı demirəm. Onlar ki, orada vardılar. Bunların şuuru siyasi bugün o kadar yetişib ki, mən fikir edirəm ki, bu böyük bir değişimə gedir. Böyük bir təğyirata gedir. Biraz öncə dedim, ya gərək təğyirat verə bilək, ya da bir şey təğyiratla oynamamız lazım, o təğyiratdan istifadə eləməmiz lazım. Biz gərək millətimiz o kadar və bu millətə mən inanıram ki, bu millət ikisini də eləyə bilər. Bu millətin həm təğyir verə bilər, həm də təğyiratdan istifadə edə bilər. Amma biz ikisinə də hazır olmamız lazım. Biz bütün şəraiti nəzərdə alıb, millət olaraq, təşkilat olaraq, milli faal olaraq, belə karigərdən, kariməndə, ustad danışqaqdan ta abdarcıya hamı gərək hər şeyə hazır olmamız lazım. Bugün millətimizin şuuru siyasi gedib yuxarıya, bugün biraz öncə dedim, bugün o fişari ki, İran şəhrilər və panfarsistlər çoxaldıblar bizim bölgəmizə, nişan verir ki, biz müvəffəq oluruq, bizim müvəffəqiyyətimiz çoxalır və onlar şikəst yeyiblər. Mən bunları, onların şikəst olma, hər zaman da demişəm, şikəst yeyiblər onlar. Nə qədər bizim qudrətli olmağımızı, güclü olmağımızı göstərir ki, düşmən çox əsəblənib, agresiv olub və... Onu deyəm, bəli.
onların aqressivləri bu deyil ki, baxın bir, müvəffəq insan aqressivləşməz ki, deyər ki, mən aqressiv deyiləm. Hər zaman İlham Əliyev Cumhurbaşqanımız hər zaman gülə-gülə deyər mən qazandım. Niyə? Çünki əsəbani deyil, çünki Bəli. piruz olur. Amma o adam ki şikəst yeyib əsəbani olar. O adam ki eləyə bilməyib istəklərinə və hədəflərinə yetişə aqressiv olub və narahatdır, utanır və millətin qabağında və nifrət içində yaranır. Yəni bunu gərək. Bu gün İran şəhəri nifrət Bəli, içindədir. Bu çox gün sağ İran ol. şəhəri eləyə bilməyib bizim millətimizi assimilə edib. Bizim millətimiz Əli bəy, bunu rahat deməyim, mənim İranda içində dostlarımla ustad danışıqlar və fərqli sazmanlarda, çox önəmli sazmanlarda dostlarımla danışan zamanı o zaman ki deyirlər sən gedib sən burada məsələn 15 il, 20 il bundan qabaq gedib də o zaman deyildi. İndi əslən belə millət çönüb kütülüyə. Və bu gözəl bir hərəkətdir və bu hərəkətə hər kəs İran içində milli fəallarımız, eşikdərslərimiz gərək hər şeyə hazır olmamız və hər şeyə Əli bəy senaryo yapmamız lazımdır. İnşallah ki, Bir-birimizi qəbul inşallah bizim eləməsə, yox, o cürdə deyil. Bizim nəinki yoxdur, bəlkə bizim partiyalar falanlar mənim əlaqəm var, onlarla danışırıq, dostlarımızla söhbət aparırıq. Otağı fikirlər də vardı, düşüncələr də var. O evet, təşəkkürlərimiz şükürlər olsun ki, yaxşı addımlar atırlar. Bu umutla ki, inşallah hər nə aydınlaşacaq, hər nə. Mühüm bilirsiniz nə mənədir? Mühüm o məfkurənin millətimizdə yaranmağıdır. Biz düz. əvvəl inqilabda mən buna həmişə demişəm, indi də yenə də məcburam deyəm sizə. O məfkurə, o millətçilik ruhu bizim xalqımızdakı yaranıbdır. Siz də ona çox gözəl işarə elədiniz, dediniz ki, çox inkişaf eləyir. Onun üçün indi mən düşünürəm ki, bu mübarək bir hərəkətdir. Ondan sonra biz o düşmənlərimizin əksül əməlindən bizim nə qədər müəssir, nə qədər səhnədə olmağımız, nə qədər güclü olmağımızı göstərir və qətlən biz İranın yarısından çoxu bizik. Onun üçün 1000 il şahlıq eləmişik. Bizim dövlətimiz var. 2 dənə türk dövləti vardı. Hələ elə bizim qulağımızın dibində. Qətlən o ağır dünənləri də gördünüz də Türkiyənin o elan ki verdi. O da çox mübarək bir hərəkət idi ki, biz O böyük bir bitəfavüt fürsətdir Əli bəy. Ondan gərək o fürsətdən bətər istifadə eləməmiz lazım. Fərqli sistemləri hala dedim yəni o buffer zone'dur. Yəni hədəfi budur ki, orada o mültəcilər və onlar ki, göçmənlər İrandan qaçmaq zorunda qalacaqlar. Onları İranın içində yox, sazmanda yox, gedib də tək o onları yox, tək o yox. Tək de, lazım olsa deyiblər ki, girəcək ki, hə, zadın içinə İranın mən düzdür. Mənim də hədəfim Əli bəy, mənim də mənzurum budur ki, o böyük bir fürsət olacaq. Burada demək çox bazı şeyləri demək lazım deyil. yaxşı, O böyük onu bir fürsət. danışarıq, bir verilişi ona Hə, təşkil hə. verirəm, danışarıq. İkimiz elə danışarıq Yox, ona. mən fəqət Biz çünki bu bir vaxtımız cümlədə deyim, qutardı, bizim baxın. vaxtımız qutarıb, vaxtımızdan artıq Tamam, da tamam. danışırıq. Hər kəsə təşəkkür edirəm. İnşallah gözəl bir aydın günlər mən ümidim vardı. Çünki millətimizin və milli fəallarımızın o qədər şuuru siyasi yuxarıdır. Mən fikir edirəm ki, biz ən çox qazanan millət olacağıq İran ayəntəsində İnşallah. və bunu biraz gerçəklərdə və vaqiət məsələləri nəzərdə alaq, vaqiətləri nəzərdə alaq. Bir-birimizi təhammül etmək zorundayıq ay Əli bəy. Mən sizin kimi Bunu bir düşünəm, mən gələn proqramlarda inşallah danışacağıq da çox biz. təşəkkür edirəm sizə, Həftədə mən bərnaməniz üçün, çalışacağam gözəl sizdən zamanınız üçün və hər kəsə də saygılar, sevgilər buradan çalışacağım izləyicilərə. ki, Sağ olun. həftədə bir dənə inşallah sizə proqram qoyam. Sağ İnşallah. olun, Çox sağ olun. Təşəkkür edirəm qalın. hər kəsə də. İyi Çox axşamlar. sağ olun ki, iştirak elədiniz. Sağ olun. Minnətdaram millətimizə də Allah səbr versin bu hadisəyi ki, o əzadar ailələrə hər teyfidən, hər millətdən, hər keçridən olur. Hamısına baş sağlığı deyirəm, can sağlığı deyirəm. Allah onlara səbr versin. O ölənlərin ailələrinə və yaralananların da məxsusən Ərdəbilimizdə yaralananlara, o gözləri zat olanlara Allahdan şəfa istəyirəm. Sağ olun, şad qalın gələn proqrama Çox sağ qədər olun. sizə Axşamınız xeyir Allaha olsun hər tapşırıram. yerdə. Vaxtınız xeyir Sağ olun. olsun.